Salam əziz şagirdlər, gəlin belə bir sualın həllinə baxaq. Teplexod 5 saat ərzində axına qarşı getdiyi məsafənin axın istiqamətində 4 saata gedir. Durğun suda teplexodun sürəti 45 km/saat və çayın sürətinin hər yerdə eyni olduğunu bilərək çayın axma sürətini hesablayın. Biz bunu birinci bilməliyik ki, çayın axın istiqamətində getdiyi məsafə 45 plus x, çayın axına qarşı getdiyi məsafə isə 45 çıx x olmalıdır. Bunları ilk öncə bir-birinə bərabər etməliyik. Buna görə də uzun olan saatı çayın axına qarşı getdiyi istiqamətə, qısa olan saat isə çayın axına tərəf getdiyi istiqamətə vurmalıyıq. Yəni 4 vurulsun 45 plus x bərabərdir 5 vurulsun 45 çıxılsın x. Deməli, burada cavab alınacaq 180 plus 4x bərabərdir 225 plus 5x. Bunları atdıqda, yəni kənara 9 çıxılsın 4, çıxılsın 5x daha doğrusu. Bu 5x-i bu tərəfə atdıqda 9x, 180-i bu tərəfə atdıqda 45, x bərabərdir 5. Cavabımız D variantı. Təşəkkür edirəm.